Salam, kanalımızın değerli izleyicileri. Power BI kursumuzun bu dersinde Power Query Editor'da Reduce Rows ve satırları azaltmayı öğreneceğiz. Power BI desktopu açar. Excel faylımızı yükleyək. Baxın, bugün Reduce Rows bunu öğrenəcəyik. Bundan əvvəl gəlin burada mən Use First Row as Header edim. Baxın, birinci sətr burada mənim konumlarım oldu. Necə ki, mən baxın, buradan Excel'i açsam, burada baxın sütun adlarımız və həmin sütun adlarımız da burada birinci sətirdə qeyd olundu. İndi isə gəlin Reduce Rows'u öyrənməyə başlayaq. Birinci Keep Rows, bu düymənin altında baxın. Onun üzərində ox işarəsi var, yəni o deməkdir ki, bunun altında da müəyyən sayda düymələr, əmrlər mövcuddur. Üzərinə klikləyirik və 1, 2, 3, 4, 5 dənə hətta əmr görüntüsü var. Keep Top Rows. Yəni yuxarıdan bu qədər sayda sətir saxla. Yazırıq məsəl üçün 10. Ok vururuq. Yuxarıdan 10 sətir saxladı. Bunu ləğv edim mən. Aha. Daha sonra gəlirəm Keep Bottom Rows. Yəni aşağıdan bottom aşağıdır da. Aşağıdan bu qədər sətir saxla. Baxın, burada mən 10 dənə saxlayacağam. 10 sətir saxlayacağam. Yazıram yenə misal üçün 10. Şərt o demək 10 edək. Məsələn 15. İstədiyimiz sayda verə bilərik. Baxın, aşağıdan 15 dənə sətir saxladı. Yenə bunu ləğv edin bu addımı. Keep range of rows. Yəni bu intervalda sətir saxla. Neçə saxlayaq? Misal üçün 5-dən 20-yə kimi. 5-cidən 20-yə kimi sətirləri saxladı. Bundan ləğv edək. Keep duplicates. Yəni əgər təkrarlanan sətirlər varsa, onları saxla. Baxın, deməli mən bu qədər təkrarlanan sətrim var və onları saxladı. Normalda görüm nə qədərdir. 58 sətir məlumatdır. Buradan keep duplicates elədik. Deməli 49 dənə sətir təkrarlanan var. Təkrarlananları saxladı. Bunu da ləğv edək. Keep errors. Əgər errorlar olan sətirləri saxlayacaq. Baxın, this table is empty. Error yoxdur deyə məndə heç bir sətirdə. Ona görə errorları saxlaya edəndə boş çıxartdı. Error olsaydı, necə ki, misal üçün burada keep duplicates yanında duplikatları çıxartırdı. Eyni qaydada da error olanları çıxardacaqdı. Remove columns, rows. Sətirləri sil. Bu keep yuxarıdan seçməkdir. Yəni yuxarıdan seç, aşağıdan seç, müəyyən intervalda seç, duplikatları seç, errorları seç, seçməkdir. Remove isə adı üzərində adından göründüyü kimi silinmə deməkdir. Sil. Remove top rows. Başlanğıcından bu qədər sətir sil. Baxın, ümumi neçədir? 58 sətirdir. Düzdürmü? Buradan keep top rows 18 edirəm misal üçün, ya 38 edirəm.
20 satır qaldı. 58-dən 38 çıxanda necədir? 20. Yuxarıdan 38 satır sildim, 20 satır cəmi məlumatım qaldı. Bu addımlar verirəm. Remove bottom rows. Aşağıda misal üçün 18 satır sildim. Nə qədər qalacaq? 40 satır. 58 satır dataydı. Aşağısından 18 satır sildi. 40 satır məlumatımız qaldı. Ləğv edin bu addımı da. Növbətisinə baxaq. Remove alternate rows. Yəni müəyyən intervalda ver. Neçədən başlasın silməyə? 5-dən. Başlasın. Məsələn, nə qədərini silsin? Tutaq ki, 30 dənə silsin. 6 dənəsini göstərsin. 5-cidən başlayacaq silməyə. 30 dənəsini siləcək və qalanların içərisində də 6 dənəsini bizə göstərəcək. Misal üçün baxaq bir də number of rows to remove. Məsələn, 40-cıdan başlasın silməyə. Tutalım ki, 5 dənə silsin və number of rows to keep üçün göstərsin. Sonra duplikatları silir. Baxın, duplikat həkarları siləndə xalis deməli 21 satır məlumatımız var. Remove blank rows. Null olanları silir. Null olan satır məndə yoxdur. Yəni tam hamısı null olanda. Ümumi 58'dir. Remove blank rows edirik. Null olanları silməyi də göstərdik. Boş satırları silir. Remove errors. Error olan satırları silir. Baxın, məndə error olan satır olmadığı üçün silinməyəcək. Belə reduce rows'da bu qədər. Yəqin ki, aydın oldu hamısı. Hər hansı bir sual olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Hər dərs olduğu kimi bu dərs istifadə etdiyim Excel faylını da videonun altına yükləyəcəm. İstəyən hər kəs oradan yükləyib faydalana bilər. Və əgər videoların faydalı gəlirsə bəyənməyi, rəylər yazmağı və kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.